Mənim adım Yılmaz, 17 yaşım var. Qarabağ Universiteti Maliyyə ixtisasında 1-ci kurs tələbəsiyəm. Özüm maliyyə ixtisasını data yolu ilə getməyi planlaşdırmışam. Bildiyiniz kimi, maliyyə ixtisası bir çox qala ayrılır. Məsəl üçün, mühasibatla maliyyənin qarışığı, financial accounting, risk management, audit, data və s. Mən də bu kanalı ona görə açıram ki, həm özüm daha yaxşı öyrəndiyim düsturları, praktikaları daha yaxşı praktik edim. Həm də mənim kimi gələcəkdə maliyyə ixtisasına data yolu ilə gedən gənclərə indidən dəstək olum və öz bildiyim üsullarla onları sadə dildə öyrətməyə imkan yaradım. Mən özüm Excel-i elə çox yaxşı bilmirəm. Başlanğıc səviyyəni keçmiş ola bilərəm, orta səviyyə təzə girmiş ola bilərəm, amma çox ali səviyyədə bilmirəm. Data analitika olmaq üçün hətta maliyyədə birinci Excel-dən başlamaq lazımdır. Bu şərtdir. Excel, üstə gəlsin SQL, Power BI, Python. Birinci fundamental biliklər hamısı Excel-dən başlayır. Ona görə də biz çalışacağıq ki, Excel-i dərindən öyrənək, sonra SQL-ə, Power BI-ə, Python-a keçəndə müxtəlif problemlər yaşamayaq. Data ilə biz bəzilərinin 1 ilə 2 ilə gördüyü şeyi saniyələr, hətta saatlar içində görə bilərik. Bu necə mümkündür? Bir çox işçi girir hər gün Excel fayılına, doldurur, sum if, average if, ədədi orta tapır, yerinə yerləşdirir. Amma biz gələcəkdə bu biliklərlə səviyyə qalxdıqca, gələcəkdə Excel-də işləməyə ehtiyac duymayacaq. Girəcək Python-a bir avtomatlaşdırma kodu yazacağıq. O özü girib Excel-də öz işini həll edəcək. Həm də bu gələcək üçün çox perspektivlidir. Həm də ki, çox maraqlı bir sahədir. Daim inkişafdadır, daim dövlət tərəfindən dəstəklənir. Həm özəl yerlərdə, həm dövlət şirkətləri tərəfindən daim ehtiyac duyulan bu sahədir. Həm də siz burada riskləri idarə edə bilər, vizuallaşdıra, bir çox işlər görə bilərsiniz. Keçək dərsimizə. Deməli dostlar, keçə bilərik dərslərimizə. Excel məncə çox gözəl bir proqramdır. Əsasda maliyyə, mühasibat məşğul olanlar üçün. Başlayaq dostlar. Getdik. Birinci dostlar, bu sətir, diapazon, sütun anlayışını başlayalım. Bunlar nədir? Bunlar sətirlərdir. 6, 7, məsələn 8, 11. Bunlar sətirlərdir. Bunlar üfüqi istiqamətdədir, deməli sətirlərdir. Şəqli istiqamətdə sütunlar, horizontallar, yəni diapazonlar. Məsələn, D, B, C, belə gedir. Məsələn, belə I, J, K, L, M və s. dostlar. İndi, məsələn, deyə bilərsiniz ki, bu yuxarıdan deyən C1 dayanır. Mən buranı seçəndə E6 yanır. Deməli, kəsişməsini götürürük. E-nin, I-ın, yəni I-nin 6-cı sətri. E6. Gəldik D-yə. Bura niyə D13 yanır? 13-cü sətr D, yəni D13. Bunlar aydınsa dostlar, keçə bilərik növbəti izaha. Növbəti izahda dostlar, əsasən toplama çıxma. Birinci yazırıq 1, enter 2. 1, 2, 2-ni yazıram 4-ə. Abi 3 yazaq. İndi dostlar, bunları necə toplaya bilərik? Gəl, burada 4 yazıb özümüzə aldatmaya ehtiyac yoxdur. Onun yerinə nə edə bilərik? Yaza bilərik bərabər. Bərabər hökmən yazılmalıdır. Bütün funksiyalar bunu tələb edir. Əsasən də Excel-də. Yazırıq. Bərabərdir. D4. Özü gördünüz dostlar. Göy işıq yanır. Avtomatik seçdi. Üstə gəlsin. Y4. Gördünüz dostlar. Avtomatik işıq yandı. Deməli, funksiya işləyir. 4. 2 dəfə sol düyməyə basıram, funksiyanı çıxardır. Enter-də basıram, cəmi verir. Eyni tərəfdən
çıxmasını deyə bilər. Hökmən bərabərimizi qoyduq. Çıxma işarəmiz. Enter. İndi dostlar, vurma bölmə. Mən niyə belə elədim? Bərabərimizi qoyduq. Bunu seçdik. Vurma ulduzdur mənim kompüterimdə. Shift 8. Digər kompüterlərdə isə bilmirəm. Amma bütün eyni şeydir. Ulduz işarəsi Excel'də vurma deməkdir. 3. 1 kərə 3, 3. İndi bölmə dostlar. Bərabərdir. Həmçinin onun yerinə bunu seçdik. Bölmə işarəsi dostlar. İşte budur. Bastıq 0,33. İndi dostlar, qüvvəti yüksəltməni də öyrədim. Keçəcəm başqa bir mərhələyə. Qüvvəti yüksəltmə bərabərdir. Yazdıq. Qüvvəti yüksəltmə budur. Bu işarə. 1'in kubu 1. Bu qədər dostlar. Bunlar aydınsa keçə bilərik növbəti mərhələyə. Növbəti mərhələdə dostlar. İndi bunu göstərim ki, bunları silək birinci. Tez bazar silmək üçün delete basıram, özü silir. Yəni bu klaviaturanın tuşudur. Mən özümdən burada heç nəyə girmədim, yəni formulasa, page layout-a, dataya, yəni bu özümün bir şeydir. Kompüterdədir. İndi dostlar, təsəvvür edək ki, 100 dənə, 200 dənə toplama çıxma əməlimiz var və biz bunları hətta 10 dəqiqə, 5 dəqiqə təhvil verməliyik. Bunu biz tək-tək eləməyəcəyik. Çünki bu əməllısızlıq həm də böyük vaxt itkisinə yol aça bilər. Onun üçün mən sizə yeni öyrəndiyim bir şey göstərəcəm. Onun sayəsində siz əməllərinizi tez-tez edə bilərsiniz. İndi 200 dənə dedim, amma özüm 10 dənə yazacağam. Çünki 200 dənə yazmaq həqiqətən vaxt yoxdur. Enter. Yazaq bunları tez-tez. Tez-tez. 456. İndi dostlar, bu tərəfdə tez yazaq. Məsələn, 304, 8, 6, 68, 65, 99, 7. İndi dostlar, sual yarana bilər, mən bunları belə tez-tez, məsələn, belə edib ala bilərəm. Məsələn, gələrəm bura. Bana İndi 10 dənə yazdım, 10 dənəsini indi bir 2 dəqiqə vaxtımız geçecək və o yanda nə qədər vaxtımız geçecək? 3000-dən, 4000-dən onda çox vaxt geçecək. Deməli, nə armaq lazımdır? Bərabərdir yazdıq, həminki kimi. Bu üstə gəlsin, bu. Enter. İndi dostlar, gəldik bunun üstünə. Burada gördüyünüz kimi qara bir şey yanır. Bunu belə tutduq, dartdıq. Hamısını bizə cəmini verdi. Əmin olmaq istəyirsə 6 üstə gəlsin 5445 bərabərdir 5451. Funksiya yazıb çəkdi. Həmçinin vurması, çıxması öz yerində. Yazırıq bərabərdir. Çıxılsın. Bax. Hələ buradan qaranı tutub çəkirik. Enter'ə bastıq. Bax. Və belə. Bu qədər sadə dostlar. Gördüyünüz kimi elə bir çətinlik bir şey yox. İndi yazıb bərabərdir. İndi bunun başqa bir sorunu öyrətəcəm. Ondan da tezdir. Daha tutub çəkmir yaşa. Üstə gəlsin bu. İndi dostlar 5800 bayaqki kimi daha belə çəkmək yerinə, daha da çox vaxt qazanmaq yerinə siz gələ bilərsiniz. Bura, bu niyə belə elədi? Bunun üstünə 2 dəfə sol düyməyə bastınız, özü çıxardır. Bugünkü dərsimizdə ümid edirəm ki, yeni məlumatlar öyrəndiniz, özünüzü Excel'də təkmilləşdirməyə üzərində çalışarsınız. Bu videonun sizə faydalı olduğunu düşünürsünüzsə, like edib abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək.